Salam qızlar, bu gün mən ərişdə hazırlayıram. Bir stəkan un götürürəm və üzərinə duz töküb qarışdırıram. 2 yumurtadan istifadə eləmişəm. 2 yumurtalarımızı bura əlavə eləyirik və yaxşı-yaxşı qarışdırırıq. 2 yumurta üçün mənə 1 stəkan götürdüyüm un azlıq elədiyi üçün mən bura yarım stəkan da un əlavə elədim. Burada təsadüfdən mən bir kadrı sildiyim üçün bura əlavə eləyənmədim. Bu xəmirimə mən 2 xörək qaşığı zeytun yağı da əlavə eləmişəm və xəmiri resept belə alınır ki, stəkan yarım un, 2 yumurta və 2 xörək qaşığı zeytun yağı və duz. Bunları yaxşı-yaxşı qarışdırırıq, xəmirimizi çox yaxşı-yaxşı yoğururuq ki, sonra biz yayanda bunu əziyyət çəkməyək, rahat yayılsın. Və xəmiri qaba yerləşdirirəm. Üzərini örtürəm ki, biraz dincəlsin. 2 gündə yayırıram. Bunu mən gündənin birini sadə yolla, sadəcə olaraq yayacam və yayıb və doğrayıram. Çox nazik hala gətiririk. Gündəmizi yayıb nazikləşdiririk. Burada göründüyü kimi nazik yayıb və doğrayırıq bunu. Belə qatlayıram və bıçaqla nazik-nazik nə qalınlığında istəyirsiniz o cür doğraya bilərsiniz. Bu vəziyyətdə doğrayıram. İkinci xəmirimizi isə mən onu da yayıb 4 yerə xəmiri ayırdım. Ona görə 4 yerə ayırmışam ki, mən bunu tavada hardasa hər üzünü 1-2 sekund quruduram. Mən sacım olmadığı üçün mən bunu tavada az-azıq qurudub götürmüşəm. Çox az, praktiki qoyub tezdə götürürük. 1-2 sekund və çox qəşəng alınır. Mənim çox xoşuma gəldi. Və belə doğrayırıq. Kim nə cür istəyir elə doğrayır. Çox uzun da doğraya bilərsiniz, qısa da doğraya bilərsiniz. Enli-enli də doğramaq olar. Ensiz nazik-nazik də kəsmək olar. Hazırlayın, istifadə edin. Təşəkkürlər.